Əziz abituriyentlər, əjdahalar və müqavimələr. Mənim lövhəyə diqqət edin. Bu lövhədə sual qəbulun çətin tipli şahidlərin ən çox problem yaşadığı sual tiplərindən biridir. Burada yenə tabeli mürəkkəb cümlə məsələsinə baxacağıq. Burada hansı nüanslara diqqət etməliyik, onu deyəcəm sizə. Baxırıq bura, ümumiyyətlə demişik ki, harada sual əvəzliyi varsa, yəni bağlayıcı söz deyilir ona, mən söz yazdım. Burada budaq cümlə həmişə baş cümlədən əvvəl gəlir. Bu hara? Sual əvəzi olduğuna görə, yəni bağlayıcı söz gəlmir. Bəs yaxşı müəllim, abituriyentdən sual verirlər ki, bu tipli cümlələrdə haradan biləcəm? Budaq cümlə birinci gəlir, yoxsa baş cümlə birinci gəlir? Burada nə edəcəksiniz? Qayda olaraq yadda saxlayın. Bu çox kitablarda yoxdur. Əvəzlik və əvəzlik. Üstə gərək ki varsa, bu ədat olur. Yəni bağlayıcı ki aydınlaşdırmaya getmir. Və belə olanda da bunu qəbulda bağlayıcı söz kimi götürə bilərsiniz. Yəni sual əvəzli mövqeyində çıxış edir bu. Əgər sual əvəzli mövqeyində çıxış edirsə, onda o zaman bağlayıcı söz olanda budaq cümlə birinci gələcək. Deməli burada da budaq cümlə baş cümlədən əvvəl gələcək. Bax, bu imtahanın ən çox düşən hissələrindən biridir. Biz qaydada demişik ki, ədatı və yaxud da ki bağlayıcı onu necə tapmaq olar? Əvəzi ilə ki işlənəndə ədat mövqeyində çıxış edir. Bu belə də ola bilər. Lap kim ki deyə bilərik. Kim ki hazırlaşır, o universitetə qəbul olacaq. Bu şəkildə də deyə bilərik. Hara ki demişdim, orada getdim, çalışdım. Burada sual əvəzi olsa var, bağlayıcı söz var və s. Yəni bu nüanslara diqqət edin, xahiş edirəm sizdən. Hər birinizdə uğurlar.